Dar küçələrdə və məhəllələrdə yolun hər iki tərəfində avtomobillərin saxlanması gündəlik problemə çevrilir. Onsuz da ensiz olan yollarda iki tərəfli parklanma keçmək istəyən nəqliyyatın hərəkətini çətinləşdirir, bəzən isə tamamilə dayandırır. Bu vəziyyət xüsusilə təcili yardım və yanğınsöndürmə maşınlarının əraziyə girişini ciddi şəkildə məhdudlaşdırır. Qulaqbatırıcı siqnal səsləri, əsəbi sürücülər, bu artıq sadəcə narahatlıq deyil, hər gün təkrarlanan təhlükədir. Bəs bu vəziyyətdən çıxış yolu varmı? Mütəxəssislər bildirirlər ki, problem davamlıdırsa, yol nişanları və məhdudiyyətlər qoyulması mümkündür. Bir tərəfli yol və parklanma qaydalarının dəyişdirilməsi də faydalı ola bilər. Saatlarla qalan sürücü bezir, yorulur, narahat olur və bunun qarşısı hansısa bir formada alınmalıdır. Amma şəxsən mən dəfələrlə şahid olmuşam ki, alternativ yollar düzgün nizamlanmadığı üçün ciddi problemlərə səbəb olur. Kəsişmələrdə sürücülər bir-birinə yol vermirlər, çətin bir vəziyyət yaranır, yollar keçilməz olur. Bircə nizamlayıcı lazımdır orada, ancaq ki, bunu təmin etmək o qədər də çətin deyil. Düzdür, hər kəsişməyə də bir nizamlayıcı qoymaq indiki dövrdə biraz gülünc çıxır. İnsanlar əgər öz-özünü idarə edə bilmirsə, bu biabırçılıqdır. Amma artıq mən düşünürəm ki, bunun zamanı gəlib çatıb. Bu ara məhəllə yolları ciddi şəkildə tənzimlənməlidir. Buna bugün çox ciddi ehtiyac var və bu ehtiyacı qarşılamaq üçün mütləq hardasa bir addım atılmalıdır. Bu addımı zamanında atmaq, hərəkəti doğru düzgün tənzimləmək lazımdır. Ekspert deyir ki, xüsusilə qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumu ərəfəsində alternativ yolların açıq olması sürücülər üçün vacibdir. Ona görə də belə yollara nəzarət artırılmalıdır. Qarşıdan bu fon 3 tədbiri gəlir. Bu tədbir çərçivəsində bir çox ərazilərdə nəqliyyatın istiqaməti dəyişəcək və yaxud da hərəkətinə məhdudiyyət tətbiq olunacaq. O zaman alternativ yollar köməyə gəlir. Amma bu yolları elə tənzimləmək lazımdır ki, insanlar üçün faydalı olsun. Qeyd edək ki, yolu bağlayacaq şəkildə digər nəqliyyat vasitələrinin hərəkətinə mane olaraq dayanma, durma inzibati xəta sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən bu halda avtomobil sahibinə vəziyyətdən asılı olaraq 20-40 manat aralığında cərimə tətbiq olunur. Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim Media.